Doktor, reproduktiv sağlam qalmaq üçün qadınlara ginekoloq məsləhətiniz. Yəni, əslində əlimizdən çox bir şey gəlmir. Bunu etiraf eləmək biraz çətindir. Çünki xüsusən 30 yaşı keçəndən sonra, xüsusən 35, xüsusən də 40 yaşı keçəndən sonra orada artıq yumurtalığın gücü çox itmiş olur. Ona görə də zaman bizim ən böyük düşmənimizdir. Əgər gələcək zamanlarda hamiləlik planlayırlarsa, ta ki 40 yaşdan sonra hamiləlik planlayırlarsa, 30 yaşına çatmadan o yumurtaları yığıb dondurmamızı məsləhət görürəm. Pasient, ginekoloq, psixoloq, süni mayalanma tandemi haqqında nə deyə bilərsiniz? Ümumiyyətlə hər mərkəzin, bu işlə ciddi məşğul olan hər mərkəzin bir psixoloqu, yəni reproduktiv psixoloqu olması lazımdır. Çünki bizim işimizin ən böyük hissəsini məhz xəstənin inamı təşkil edir. Əslində bu eyni zamanda bir tibbi bir məsələdir. Yəni inandığında bədənin üzərindəki neqativ enerji ortadan qalxır və doğrudan da biz onlarda daha keyfiyyətli yumurtalar görürük. Ona görədir ki, məsələn, bizə gəlir, ertəsi dəfə kontrola gələndə hamilə gördüyümüz xəstələrimiz olur. Yəni biz heç nə etmədən. Bu gəlir, ortamı görür, auranı görür, ilgilənir ondan və fikirləşir ki, bu və ya digər şəkildə mən onsuz da hamilə qalacam və doğrudan da hamilə qalır. Doktor, yaşla əlaqədar qadın orqanizmində hansı dəyişikliklər olur və bununla ümumiyyətlə mübarizə aparmaq olarmı? Birinci növbədə yumurtalar yaşlanmağa başlayır. Bunun əleyhinə çıxmağa, ona mübarizə aparmağa yöntəmlərimiz bu yumurta cavanlaşdırma metodlarıdır. Amma yenə də deyirəm, ən yaxşısı vaxtında düzgün planlama eləməkdir. Çünki yenə də biz nə qədər yumurtanı cavanlaşdırsaq da onun zamana tam da qalib gələ bilmirik. Bunu etiraf eləmək hər nə qədər ağır olsa da. Doktor, qadının bioloji yaşı nə deməkdir və bunun ginekoloji sağlamlıqla hansı əlaqələri var? 40 yaşında iki qadının ikisinin də sağlam yumurtası eyni miqdarda olmur. Bu özünə necə baxmağı ilə əlaqəlidir birinci növbədə, yediyi qida ilə əlaqəlidir və genetikası ilə əlaqəlidir. Yəni 40 yaşında qadın ola bilər ki, 5 yumurtası olsun, 40 yaşında qadın ola bilər ki, çoxdan menopoza girmiş olsun. Əziz həkim yoldaşlarımız, buradakı məsələ nədir? Biri əməliyyatdan əvvəl, biri əməliyyatdan sonraki boru rentgenləridir. Görürsünüz ki, ikisində də tıxanıqlıq var. Yəni biz borunu açmağa çalışırıq deyib, o borunu açdığınızda orada keçiriciliyi görürsünüz. Ondan sonra onu tərs çevirib tikmədiyinizdə ki, 90% tikilmiş o boruların, bilirəm. Təzədən yapışma ehtimalı var. Yəni xəstə boşuna laparoskopiya olmuş olur. Ona görə məsləhət görmürük. Yəni çox şiş gördüyünüz borunu təmir edirəm adı ilə açmanızı məsləhət görmürəm. Yəni kökündən sadəcə bir dənə klips qoymanız o xəstənin ondan sonraki idarə etməsini daha rahatlaşdırır. O birisi borunun aktivləşməsini daha rahatlaşdırır. O birisi borudan hamilə qalma ehtimalını artırmış olursunuz. Ya da süni mayalamayan hamilə qalma ehtimalını artırmış olursunuz. Bu şəkildə işinizi ikiyə çıxartmış olursunuz. Eləməyin bu şəkildə. Məsləhətim bu.